Vaxtıdır. Uje təyyarə gəldi, bilet gedir. Prosta bu bilet qayıdış olmayan biletlərdən. Uje hiss edirsən ki, bu uje getmək istəyir. Zorlama baca, getmək istəyir, qaytarmada. Yəni tutmaya, getmək istəyən gedəcək. O səndən bir uşaq vaxtından, bağça vaxtından, bir arxivindən də bir şey tapıb gedəcəksən, narahat olma. Getmək istəyirsən, saxlaya bilməyəcəksən. Amma sevən oğlanı nə inirsən elə, bütün poxları bötbastır eləyəcək ki, Licbi mənim olsun. Necə ki, gündə birinə danışanlar indi arvad olublar. Telegramda lüt videoları olanlar. At paltarı ilə video paylaşanlar. Əyləndə at paltarı görsənənlər. Pencəyi dona vəz eləyənlər indi arvad olublar. Ömər sürsə, böyüklər baxır. Vaxtilə atası yaşında kişilərin qucağında 200 watt oturanlar indi böyüklər baxır. TikTokda indi elə tərbiyəli danışırlar. Elə mədəni danışır. Elə bilirsən ki, onların yerinə sən getmirsən o pozğunçuluğa. Danışanda məni bəyənmirlər. Ağızlarından düşən protez kişilərin pula görə gedib stolunda oturanlar indi bizə böyüklər baxır, bizə küçüklər baxır. Bizə gəlişləri yaddan çıxıb, telegram videoları yaddan çıxıb. Bizə. Amma mən üzqarasıyam, hansı ləman tərbiyəsiz, pozğun, ağzının danışığını bilməyən üzqarası, hansı qız ağzından elə tərbiyəli danışır. Nə olsun ki, telegramda rüt videoları var. Nə olsun ki, vaxtilə atası yaşında kişilərlə oturub durub. Nə olsun? Əfsəs odur ki, tərbiyəli mədəni danışır. Bizim bəzi insanların düşüncəsi budur. Ağzından tökülsün halva, amma ged nə inirsən bala elə. Qıraqda. Ona görə də bugündəyik. Bugünkü kriminasiya nöqtəsi ilə bugündəyik. İndi bəzilər deyəcək paxıl. Paxı idi. Paxıl deyiləmi? Bəzi kişilərin dəyər verdiyi qadınlardan danışıram sizə. Namusundan oturursan, qiriyyətindən oturursan, illərlə özünü saxlayırsan. Sənə çatanda bir bəhanə tapıb ayrılacaq, amma pozunu almaq istəyəndə sən narahat olma, mələk deyilib alacaq. Onu demək istəyirəm ki, tələbat olaraq aşkım indi bu dəqiqə. Bəzi kişilərdə tələbat olaraq. Onlar normal insanlar qəbul edə bilmirlər. Mənim keçmişimi unutmuram. Mənim şükür Allaha keçmişimdə bir dənə qaram yoxdur. Nə olub mənim keçmişimə? Nə olub az mənim keçmişimə? Ayrılmışam, boşanmışam, sevgilim olub özüm bilərəm. Nə dəxli var ki? Az mən var ha, kiminsə yanında poxum yoxdur ya. Mənim sevgilim olanda da canlı yayın edirəm. Mənim filan kəsdi sevgilim. Kim mənə nə deyə bilər az? Ərim var mənim. Az mən baldızımla görüşə gedə-gedə yanında sevgilimlə danışan adamam. Kimdən qorxacağım var az mənim? Nə olsun, keçmiş baldızımdır, müasir dövrdür. Onun qardaşı öz həyatını qurub, mənim öz həyatım var. Kimsə mənə nəsə deyə bilər bacı? Sual verirəm, nəsə deyə bilər? Tərbiyəsizlik eləmirəm ki, oğlanla danışmaq haçandan pozğunçuluq olub. Yox şey deyirəm, qadınam, həyatımı yaşayıram. Kim mənə deyə bilər az? Mən uşaq doğmuşam deyə ömrümü çürütməliyəm. Poxum yox, bir şeyim yox. Alnım açıq, min şükür Allaha. Pozğunçuluq eləmirəm ki, gedim ki, sizinlə danışım. Kimisi ki, əri ilə danışmıram ki, gedim ki, sizinlə danışım. Qadınam, qadını sevərlər, qadını yüz istəyər, bir alır. Yox, şey deyirəm, pozğunçuluq eləmirəm, amma əsas odur bədənimi pula satmıram. İraq olsun, dalımca demirlər, pula görüşür. Bunu eləyir, onu eləyir. Min şükür Allahın biririyinə. Sevgilim olub, yaxşı eləmişəm. Mənə deyənlərin göz sevgilisi olmuyor. Yaxşı görmez. Dəxlisiz danışırsınız. Nə var ki burada? O deməkdir pozğundur, sevgilisi olalım. Təsəlli vermirəm, olan deyirəm əzizim. Sadəcə boşanmış qadınların daşı düşüb başınıza. Boşanmış qadın həyat yaşaya bilməz, istədiyi ola bilməz. Sən göydə göy quşaq, yerdə qız uşaq gündə birinlə danışa bilirsən. Onda sən də tərbiyəsizsən. İndi sən boşanmanın sonra heç kəslə danışmayacaqsan, garanti verirsən, həyatında heç kəs olmayacaq. Oturub bağlayıb, o qıfıl bağlayıb oturacaqsan, ay cart. Sən olarsan birdən müqəddəs Məryəm ana, biz olaraq Cındrella. Biz gedişinlə məşğul olaz. Lüboy qadının sevgiyə, sevilməyə, hər şeyə diqqətə ehtiyacı var. Ümumiyyətlə, insanın ona ehtiyacı var. İnsan sevgi ilə qidalanır, buna heç kəs danmasın. Nə özünüzü çırıb qoymuşsunuz dağın başına? Bu dəqiqə biri başımıza tumar çəkib xoş gün göstərsə, qaça-qaça gedərsiniz. Kim getməz ki? Bəziləriniz aiddir, özünüzü nə kiç-kiç aparsınız burada. Ölənlə ölmək olmur, gedənlə də getmək olmur.
Nuraq olsun. Müşkür Allah, kimin səhəri ilə danışmıram ki. Qorxum. Ev dağıtmıram, bir şey eləmirəm. Bədənimi pula satmaqdan, ev dağıtmaqdan cındırba. Bu iki şeydən heç başqa heç pis bir şey yoxdur. Ondan da nə edirsə elə, zəyat versin, yaxşı versin. Kimsə nə deyə bilər az? Hər şey söz qəbrinə qoyulacaq. Kiminsə evini dağıtma, balalarının gözünü yaşlı qoyma, bir də bədənini pula satma. Ondan sonra yaşıl işıqdır sənə hər yerdə. Sən heç kəs heç nə deyə bilməz sənə. Yox, bunlardan icazə alacaq hərəkət eləyənlər. Nə sənin pis günündə kimsə gəlib sənin yanında olmur. Döyüləndə, söyləndə. Nə də bir şey. Ona görə də həyatını yaşa. Boş-boş danışanlara da fikir vermə. Həyata bir dəfə gəlirsən. O onu deyər, bu bunu deyər. Cərə deyər, cəhənnəmə deyər. Onsuz demək istəyən tapıb deyəcək. Bunların vayını oturum mən. Kümətə görə həyatı yaşama. Özünə görə yaşa. İçindən necə gəlir də davran. Bu mən sənə deyirəm. Heç vaxtı yaşamaq istədiyin həyatı arkada bıraxma. İçindən gəldiyi kimi davran. Mən sənə deyirəm. Həmişə risk eləyin həyatda. Risk eləsəz udasız. Riskdən qorxmayın. Risk eləməyi bacarın. Amdullah Allaha. Ay eləyərəm bu. Riski elə, riskə get. Sabahın fikirləşən qəhrəman olmaz. Riskə get həmişə. O onu deyər, bu bunu deyər. Cərə desin, cəhənnəmə desin. Hicablı oturub evində namazın qılır. Yazıq durur, gedir harasa, deyirlər Allah bilir hardan gəlir. Bala, hicablıya belə söz deyirlər, ay bacı. 12 yaşında uşağı idi, 4 yaşında uşağı idi. O qoca kişi uşağı çəkib paylaşdılar, nəsə eləyəndə. Pristav elə videonun altına nə yazırlar? Uşaqda da az yoxdur. Az uşağa 4 yaşında uşağa yazırlar ki, uşaqda da az yoxdur. Yəni demək istəyirəm ki, bu ağzı cındırları saxlaya bilmərsən də, demək istəyən söz tapıb danışacaq. Mındar insan mındardır. Sən belə bürün otura, xeyri yoxdur ay bacı. Deyən deyəcək, ona görə fikir vermə. Yaxşı insan, normal insan, qəlbi təmiz insan, vicdanlı insanın yanında pozğun da olsun, sənə deyəcək ki, pozğun deyilsən. Elə demə. Görməmişəm mən sənin pozğunluğu. Sən yaxşı adamsan. Amma namusunla, qriyatinlə otur, cındırın yanında otur, deyəcəksən pozğunsan. Mən görmüşəm. Qoyacaq boynu var. Çünki mındardır, pasyakdır. Yaşayışı o da istəyirsən də yaşayışın olsun. Başa düşdün? Yaxşı insan sənin səhvlərini düzəldər, səhvlərini görməmişəm, insanlığı olan görməmişəm. Amma pis elə pisdir bacı. Neynəsən də sənə deyəcəksən busan. Xeyri yoxdur. Buradan nə gəlir odur. Onun görə də mən vızımı alma. Əvvəl vızımı alırdım, uşaq idim. Yaşım keçdi də deyirəm az. Mənə gətirib qapını döyüb 5 manat verirlər. Yox. Mən TikTok'dan qabaq tuvalet təmizləmişəm. Salonlara yığışdırmağa getmişəm. Baboş Allah şahidi. Baboşu canlıya qoşanda Baboşun yanında olmuşdu. Söhbət Baboş desin ki olub. Getmişdi Niyaletə klip çəkilişində. Orada bir dənə oğlan gəldi. Makyaj eləyən, müğənnini makyaj eləyən. Mən əvvəl heç tanınmırdım. TikToker deyildim. O oğlan işlədiyi salonda xadiməçi işləmişəm. 250 manata. 250 manata. Danmıram ki, bunu həmişə TikTok'dan qabaqda demişəm. Heç tanınmırdım da. O oğlan gördüm, mənə diqqətlə baxır. Mən də oğlanı tanıyan fasonda, amma çıxarda bilmədim. Gör neçə il keçib. Oğlan qayıtdı mənə Baboşun yanında qayıtdı ki, sən mənə tanış gəlsən, mən tanış gəlsən. Dedim, mən sizin salonda işləmişəm, filan qız. Dedi, hə, yadıma düşdün. Baboş orada Allah şahidi. Mən həmin o salonda ehtiyacım olub işləmişəm qızlar. İnanın Allaha. Yeri gəlib cəmaatın içində kanalizasiya, bir dəfə nə olmuşdu? Kanalizasiyaları, nə deyirlər ona? Daşmışdı. Vedrə ilə su yığmışam mən oradan. Ehtiyacım olub eləmişəm. Poxlu suyu yığmışam, cəmaat baxa-baxa. Miniatürlü qızlar belə kabloku ilə keçə-keçə mən orada götürmüşəm poxlu suyu. Onu özüm ayıb bilmirəm ki. Bilmirəm. Yeri gəlsə mən də o həyatı. O vaxtlarında mən heç kəs gətirib mənim qapımı döyüb, mənə 5 manat vermirdi. Ona görə də heç kəs mən vızımı almıram. Mənə bax, buradan deyirlər, buradan girir, buradan çıxır. Buradan girirlər, deyirlər, buradan girir, buradan